Xəzərin sahilindən qalxan meh, qədim daş küçələrin ruhu və Bakının tarixi yeni bir sərgidə görüşərək tabloların rəngində canlandı. 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsi haqqında sərəncama uyğun olaraq, Milli İncəsənət Muzeyində açılan ekspozisiya şəhərin ruhunu rəsm əsərlərinə daşıdı və Bakının keçmişi ilə bugününü üz-üzə gətirdi. Küləklər şəhərinin salnaməsi, 19-cu 21-ci əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimində çıxış edənlər, layihənin şəhərsalma düşüncəsinin inkişafı və memarlıq irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladılar. Sərgidə rəngkarlıq, qrafika və heykəltaraşlıq üzrə 80-dən çox əsər nümayiş etdirilir. Ekspozisiyada tarixi Bakı təsvirlərindən başlayaraq Azərbaycanın görkəmli sənətkarlarının əsərlərinə qədər uzanan zəngin bədii panorama nümayiş olunur. Sərgidə Əli bəy Hüseynzadə və Pyotr Vereshaginin köhnə Bakı mənzərələrini əks etdirən əsərləri ilə başlayan xətt, Səttar Bəhlulzadə və Tahir Salahov kimi rəssamların yaradıcılığı ilə davam edir. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərinə aid əl işlərində isə Bakının müstəqillik dövründəki surətli dəyişiklikləri, yeni memarlıq mənzərəsi və müasir şəhər ritmi əks olunur. Mənim əsərim gördüyünüz kimi Bakını daşıyan gəmidir. Bu gəmi bir simvoldur, hansı ki bizi irəliyə daşıyan, götürüb aparan bir yolu təmsil edir. Biz dənizin üstündə hansısa bir ada kimi göstərmişəm mən bu gəmini və gələcəyə aparan, mədəni irsimizi gələcəyə aparan bir gəmi kimi göstərmişəm. Mənim bu iki əsərim əslində böyük bir layihəmin bir parçasıdır. Mən məktublarla və poçt markalarından ibarət bir layihə təqdim etmişdim. Bu iki əsərdə isə sırf Bakıya, Azərbaycana, içəri şəhərimizə, milli musiqi alətlərimizə həsr olunmuş poçt markalarından və zərflərdən istifadə edərək qalaş xarakterli iki abstrakt əsər təqdim etmişəm. Bakı mövzusundadır, Qız Qalası təsvir edilir. Demək olar realizmdir, amma ki özünə məxsus realizmdir. Yəni ki, müəyyən şeylər qabardılır. Qız Qalası qabardılıb, başqa şeylər, şəhərin başqa hissəsi daha ikinci plana çəkilib. Ekspozisiyada şəhərin vizual yaddaşının rəqəmsal texnologiyalar vasitəsilə təqdimatı da xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Bakının müxtəlif dövrlərinə aid görüntülərinin müasir auditoriyaya daha canlı və əlçatan formada çatdırılmasına şərait yaradır. Bu sərgidə bu ab-havasını yaratmaq üçün Bakıya həsr olmuş mahnılar səslənir, arxiv fotolar burada var və ən də maraqlısı odur ki, biz Bakının 100 illik arxiv kadrlarda, videolarda bütün bu materialları toplayaraq bir film yaratmışım. 42 dəqiqəlik bir filmdir Bakı haqqında. Yəni sərgi həqiqi mənada çox nostalji hisslər yaradır, çox gözəldir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan sərgi avqustun 31-nədək davam edəcək. Ekspozisiya forum çərçivəsində paytaxtı ziyarət edən turistlərin Bakı şəhərsalma təcrübəsi ilə yaxından tanış olmasına imkan yaradacaq. Arzu Yusif, Zaur Dadaşov, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.